أعوذ بالله من الشيطان الرجيم. الحمد لله رب العالمين بارئ الخلاق أجمعين باعث الأنبياء والمرسلين ثم الصلاة والسلام على خير خلقه محمد بن عبد الله. اللهم صل على وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين. قال الحكيم في كتابه الكريم: بسم الله الرحمن الرحيم وأن تصوموا خير لكم إن كنتم تعلمون. آمنا بالله صدق الله العلی العظیم. Peygamber ve âl peygamberi bu güzel günde güzel bir salavatla yad edək. Allahümme salli ala Muhammed Ali Muhammed. Allah Müteal Kur'an-ı Kerim'de Ramazan ayının fəzilət və əzəməti haqqında danışır. Bilirsiniz ki, Ramazan ayı fəzilətlidir ona görə ki, bu ayda Qur'anlar nazil olub. Nə ki, oruç tutmaqlığa görə fəzilətlidir. Bunu ayıraq. Bəziləri deyir, mən oruç tuturam ki, Ramazandır. Yox. Ramazan ayı, Allah Qur'an-ı Kerimdə deyir, Şəhrur Ramazanəl-ləzi unzilə fihil Qur'an. O bir aydır ki, onda Qur'an nazil olur. Yəni Ramazan müqəddəsliyini tapıb, əldə edib nə ilə? Qur'anların nazil olmaq səbəbi ilə. Oruc da həmən səbəblərdən, vasitələrdən biridir. Necə ki, Allah Qur'anda buyurur, minəl xufihil Qur'an hudən linnas və bəyyinatun minəl huda vəl furqan. Allah deyir ki, Ramazan ayının insanlara doğru düzgün yol göstərən bir aydır. Oruç tutmaqlıqla insan doğru düzgün yol gedir. Bu bir. Amma əsasən Qur'an deyən yolla gedir. Qur'anın sözlərindən biri də, ayələrindən biri də nədir? Oruç tutmaqlıqdır. Qur'an başqa məsələləri də deyir axı. Nə ki, bir dənə orucu demir ki. Ona görə bu ayın müqəddəsliyi Qur'anların nazil olmaq səbəbləridir, əsas səbəbləridir. Oruc isə onun səbəblərdən biridir. Ramazan ayının oruç tutmaqlığı isə Allahın bir imtihanıdır ki, Allah deyir, bu Qur'ana yetişib çatmaq istəyirsənsə, oruç tut ki, təqvalı ol, təqva səni Qur'ana çatdırar. Aydın oldu əzizlərim, görürsünüz nə gözəl məsəldir, nə gözəl misaldır. İstəyirsən Qur'ana çatasan, istəyirsən muttəqilərdən olasan, oruç tutmalısın. Oruç tut, لَعَلَّكُمْ تَتَّقُونَ. Oruç tutun ki, təqvalı olasınız. Təqva həddinə ki, çatdınız, sizi mən Qur'ana çatdıracağım. Sizi mən Peyğəmbər və Ali Peyğəmbər yanında qərar verəcəyəm. İndi rivayətlərimizdən bəlli olar ki, Allah oruç tutana, xülasə deyirəm də, 10 dənə böyük xüsusiyyət verib. 10 dənə ona böyük xüsusiyyət verib. Böyük səbəblər əta edib, böyük hikmətlər əta edib. Əlbəttə ki, o xüsusiyyətlərin də özünün də izahları var. İndi gücümüz çatan qədər bəzilərinə işarə edərik. Salavat Peyğəmbər və Ali Peyğəmbər cəmalına. Allahümme salli ala Muhammed Ali Muhammed. Hədis-i şərifdə varid olunub ki, şəhrun o bir aydır ki, yəni bu bir aydayıq ki biz du'itum fihi ila ziyafətillah. Allahın gözəl bəndələri, başqa bir sözlə desək, Allahın vəliləri, Allahın yer üzərində olan canişinləri, yəni sizlər, sizin kimi möminlər, inanclı insanlar, Allah vəliləridir, yəni Allah dostlarıdır. Bu hədisdə gəlib, özümdən demirəm, amma bunu. Sadəcə hədisi demirəm vaxta görə. Hədis elə İmam Zeynəl Abidin əleyhissalamdandır ki, və eydul əvliya, Allah dostlarının bayramıdır. Allah dostlarının bayramıdır. Bir insan ki Allahın dostudur, o İbrahim Xəlilullah olacaq. İbrahim Xəlilullah Allahın dostu oldu. Allahın dostlarından biri oldu.
sən də, mən də, digərlərimiz də Allahın dostlarındanıq inşallah. Dosta xəyanət eləməz. Rivayətdə gəlib, dualarda gəlib, şəhrun, bu bir aydır ki, du'itun fihi ila ziyafətillah. Allah sizi öz qonaqlığına çağırıb. Qonaq sahibi Allahdır. Süfrə Ramazan ayıdır. Qonaqdakı sən, mən. Siz, yəni mən. Və cəaltum min əhlil kəramətillah. Allah sizi bu ayda kəramət sahiblərdən qərar verib. Kəramət sahibi hər insana kərim deməzlər. Hər insana həkim deməzlər. Sonra hədis-i şərifdə gör Allah özü nə deyir hədis-i qudsidə. Əbşirə abdil mümin. Mənim mömin bəndəmə müjdə ver. Mənim peyğəmbərlərim. Mənim peyğəmbərim və ya peyğəmbərlərim. Əbşirə abdil mümin. Mənim mömin bəndəmə müjdə ver yinə. Nəyi? Fə innəkə zeyfi aley. O mənim qonağımdır. O mənim qonağımdır. O mənim qonağım. Evə qonaq çağırırsan, necə hazırlıq görürsən? Hər şey yerində, səliqə, yeməyi, içməyi, evin təmizliyi və s. Qonaq razı geçsin. O da onu heç vaxtı unutmur. O deyir, mənim bəndəmə müjdə ver, o mənim qonağımdır. Niyə narahatdır? Aleyhi və ma əxafu mən nəzələ bihi zeyfən. Mənim öz qonağımı heç vaxtı xəcalətli etmərəm. Allah deyir. Allah eləməsin, evə qonaq gəlib, fərz elə işıq söndü. Yemək bişirmək qaldı yarıda. İmam necə xəcalət çəkər? Düzdür əzizim? Biraz sıxın sən Allah. 10 dəfə üzr bağışla sən Allah. Və ilaxır. Allah deyir ki, mən öz qonağımı xəcalətli etmərəm. Etmərəm. Və ma xabə mən nəzələ bihi zeyfən. Mənə nazil olanı, mənim evimə gələni, qonağımı xəcalətli etmərəm. Fə ənə əkrəmu. Mən onu özümə kəramətli dost qərar verərəm. Və ətəytuhu və əcəlükə fi ə'la illiyin. Onu mən ə'la illiyində olanlarla qərar verərəm. Ə'la illiyin mənim əzizim peyğəmbər və ali peyğəmbərin məqamıdır ki, Allah deyir sizi onların sırasında qərar verərəm, cərgəsində qərar verərəm. Necə ki Qur'an-ı Kərimə baxay əzizlərim, Allah oruç tutana imtiyaz verib, birinci imtiyazı deyirəm sizə ki, eşitmisiniz, yenə deyirəm. Allahın ayələri nə qədər eşitsək də şirindir. Birinci nədir? Təqva. Oruç tutanın xüsusiyyətlərindən biri də oruc insanı təqvalı eləyir. Təqva nədir? Yəni ixlaslı eləyir. Təqva nədir? Yəni diqqətli, dəqiq qərar verir. Necə orucluqda, necə diqqət edir özünə, ibadətinə, itaətinə, namazına, zikrinə, ağzından bir şey qaçırtmır, kiminsə qəlbinə dəymək istəmir. Yəni də çox böyük həddə özünü qoruyur. Deyir, başqa aylarda da bu cür olmalıdır. O təqvanın nişanəsidir. İxtinam, təqvanın xüsusiyyətlərindən nədir? Fürsəti dəyərləndirir, günü dəyərləndirir ki, bugün bir ayə eşidim. Ona görə Allah Quranda nə deyir mənim əzizlərim? Kutibə aleykumus siyam. Oruç tutmaqlıq sizə vacib olundu. Kəma kutibə aləllədinə min qablikum. Necə ki sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi. Niyə? Ləalləkum təttəqun. Sizi mən təqvalı görmək istəyirəm. Orucluq insanı hara yetişdirir mənim əzizim? Təqva həddinə. Bir insan ki, sözümün canı buradadır. Bir insan ki həsələ ilə təqva həddinə yetişdi. Allahın izni ilə yetişən kimi onun üçün nə olur? Miftahul cənnət. Cənnət qapıları açılır. Təqvaya ki qovuşdu, Allah deyir cənnətin qapılarını açıram sənin üçün. Bir ayə oxuyuram həmən yerdə. Məryəm surəsindədir, 63-cü ayə. Bu ayəni elə sübh namazında mən yuxuda elə bu ayəni görmüşdüm. Elhamdülillah, elhamdülillah, elhamdülillah. Gör nədir? Namazdan sonra da daha doğrusu. Tilkəl cənnətülləzi nurisuha min ibadina mən kanə təqiyya. Nə gözəl ayət. İlahi, sənə qurban olun. Sən nə gözəl Allahsın. Nə gözəl Allah. Deyir ki, öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin cənnətdir.
Yəni o cənnət ki mən vədə vermişəm, onu kimə vədə vermişəm? Təqvalılara. Təqvalıların da xüsusiyyətlərindən biri də nədir? Namaz. İkinci nədir? Oruç tutmaqlıq. Oruc insanı mən kana təqiyya. Cənnətə qovuşmaq istəyirsən də, o ali dərəcədə məqam tapmaq istəyirsənsə, mən kana təqiyyə, gərək təqvalı olasın. Gərək pəhrizkar olasan. Gərək əməlində ixlaslı. Yəni sizə deyirəmsə, özümə deyirəm, hamımıza aiddir. İxlaslı olaq. Qəsrül əməl, əməllərimizi az bilək. Deməyək, çox iş görmüşük. Deməyək, falan qədər iş görmüşəm. O mərhum Ayətullah Burucirdi, Ramazan ayının əvvəlində buna işarə elədim. Mərhum Ayətullah Burucirdi ruhi şad olsun. Günlərin birində son anları idi, son anları ağladı. Onun xidmətçisi o ağasına sual verdi. Ağa, niyə ağlayırsan? Elə qoy mən ağlayayım da, sən niyə ağlayırsan ax? Deyir, niyə ağlamayım ax? Deyir, mən onu başa düşürəm ki, səni tanıdığım gündən, sizə xidmət edeyim andan, siz qumda və yaxud bu şəhərdə çox böyük işlər görmüşsünüz. Mədrəsələr, məktəblər, mənim tanıdığım Burucirdi ağa ondan yuxarı məscid tikib, məscidlər tikib, mədrəsələr tikib, hovzələr, şərait yaradıb. Gedib kafe restoranları açıb, araq yerlərini alıb pulla, böyük pul verib, oranı mədrəsə eləyib. Xeyri-xah işlər düzəl. Buna deyirlər iş. Buna deyirlər birini haramdan çəkinmək. Budur iş. Ən böyük işlərdir. Deyir, mən bunu kitabda oxumuşam, alim dilindən də eşitmişəm, ağzı oruç danışıram. Ona dedi, axı sən niyə narahatsan? Mən narahat olum ki, bir şey eləməmişəm. Deyir, mərhum ağladı, başını qaldırıb, başını salmışdı, ağlayırdı. Başını qaldırdı, bir dənə söz dedi mənə. Eyyuhuma qabilu. Onun hansını Allah qəbul edib. Məsələ budur. Əməl var, düzdür. Oruc, özümü deyirəm, əzizlərim, əstəğfirullah, yanlış başa düşməyək. Oruc var, düzdür. Çalışaq bu düzgün orucu Allaha qəbul elətdirək. Namazı Allaha qəbul elətdirək. Oruc olur Ramazan ayından sonra. Namaz namazdır, namazdan sonra. Həcdir, həcdən sonra. Nə ki, həcdə olanda mən hacı olum. Yox, həcdən sonra sən hacı olmalısan. Nə ki, həcdə olanda hacı olmalısan. Nə ki, namazda namaz ol. Namazdan sonra sən namaz olmalıdır. O önəmlidir. İmam da, Peyğəmbər də, şəriət sahibi bizdən bunu istəyir. Əzizlərim, bu ayda Allahdan diləyək ki, Allah bizi bu işdə müvəffəq eyləsin, əzizdir. Ağa Əmirəl-Müminin dilinə qurban olun. Bu ayın şəhidi gör nə deyir? Qurban olun sənə, ya Əlican. E'ləmu, bilin, ənəhu mən yəttəqillah yəcəlləhu məxrəca. İnsan ki, oruç tutdu, təqva həddinə yetişdi. Təqva həddinə yetişəndə gör onu deyir, nə eləyirəm? Mən yəttəqillah yəcəlləhu məxrəca. Deyir, çıxış yolu qoyacaq ona. Bu Quran-ı Kərimin ayələrindəndir. Nədən? Minəl fitnən. Fitnələr zaman o çıxa bilər fitnələrdən. Hər adam fitnədən çıxa bilməz. İmam Hüseyin ağanın dövrünə baxın. Nə qədər insanlar fitnənin içində qərq oldular. Vəzifə təyin edə bilmədilər, kimin dalınca getsinlər. Görmüşsən ki, bugünkü gündə yerindən duran müştəhidi təhqir eləyir, fəqihi təhqir eləyir, onu inkar eləyir. Nə bilim, görmürsünüz bunları. Biri çıxıb yalancı Mehdiçi, özünü Mehdi adından cəmaata çatdırır. Biri oturub İngiltərədə, biri oturub Amerikada, biri oturub Fransada dinin adından danışırlar. Bu fitnə deyilmi? Gənclər baxırlar, nə qədər cavanlarımız görürsən ora-bura gedir. İnsan təqvalı olanda, Allahla olanda Allah onu fitnələrdən amanda saxlayır. Ona görə hədislərdə də gəlir Nəhcül Bəlağada deyir, fitnələr zaman 2 yaşlı dəvə kimi olun. Binti Ləbundir gəlib. 2 yaşlı dəvə. Nə onu sağa bilirlər, üzr istəyirəm o dəvəni, nə o dəvənin üzərinə minə bilirlər. Minsə beli sınacaq. Fitnə zamanı insan belə olmalıdır. Yəni sənin fikrini oğramamalılar səndən, məndən. Bu orucun, namazın bərəkətidir. Və nuran minəz zülmə. Təqvalı olanda oruç tutsan, təqva həddinə yetişirsən, zülmətdə deyir, nur sənə verəcəyəm. Bir qaranlıq yerdə sənin qarşıva nur gələcək. Təyin eləyə bilərsən vəzifəvi. Təyin eləyə bilərsən. Bu önəmlidir. Və yuxəlliduhu fīmā iştəhət nəfsəhu. Allah onu əbədi qərar verər, çalışqan qərar verər. Və yənzülül munzələl kəramə. Elə bir həddə yetişər ki, kəramət sahiblərindən olacaq. Bunun misalını sizə deyim Quranda.
İki yerdə gəlib mənim bildiyimə əsasən. Bəlkə də çoxdur. Bir Yasin surəsində, bir Ənbiya surəsindədir. Yasin surəsində kim idi? Həbib-i Nəccar. Həbib-i Nəccar kim olub? Nəccar bir dənə dülgər idi. Əstəğfirullah, başqa mənada demirəm amma. Yəni peşəsini deyirəm. Yaxşı sənətdir. Peyğəmbərlərin sənətidir. Eşq olsun çalışan insanlara, eşq olsun əməyinə qiymət verən insanlara. Fərqi yoxdur sən hansı harda işləyirsən. Əsas odur ki, işvə qiymət ver, işvi dəyərləndir. Bu önəmlidir. Lap süpürgəci olaram, amma təmiz çörək qazanaram, qeyrətli çörək qazanaram. Onun bundan zülmdən alıb, alladıb yemərəm. O önəmlidir. Həbib-i Nəccar bir yerdə yaşayırdı, Yasin surəsindədir. Bilirsiniz, sadəcə yer düşdü, o kəramət sözünə o yadıma düşdü. Deyim keçərəm. Nə qədər gücüm çatdı deyərəm. Deyir ki, Həbib gəldi, Hz. İsa Peyğəmbərin nümayəndəsi, 3 dənə nümayəndə göndərdi. Yasin surəsindədir. 12-ci ayədən belə baxarsınız. 13, 14, 15, 16, 17, ta 27-ci ayəyə qədər. Unvan da dedim sizə. Deyir ki, Peyğəmbər, İsa Peyğəmbər bir qəsəbəyə, bir elə elçi göndərdi. Onlar o 2 elçini öldürdülər. Fəəzzəznəhu bis-salis. Biz 3-cü elçini göndərdik. Onu da öldürdülər. İşim onunla yoxdur, təfsirdə izah olunub. Həbib-i Nəccar eşitdi. Və cəə rəculun min aqsəl mədinə. Ayə belədir Yasin surəsində. Yasin oxuyanlar bilirlər. Və cəə rəculun, bir kişi Mədinənin ucqar qırağında yaşayırdı. Eşitdi bunu, gəldi. Və cəə rəculun min aqsəl mədinə. O yerdən gələndən sonra dedi, İttəbi'u mən la yəs'alukum əcrən fəhum muhtədun. Sizin üçün göndərilmiş elçilərə tabi olun. Onlar bu zəhmətin müqabilində sizdən bir şey istəmirlər. Heç nə istəmirlər. Keçirəm üstündən, Həbib-i Nəccar Peyğəmbərlərin nümayəndələri, yəni imamları, belə deyək. Hər Peyğəmbərin öz imamları olub, nümayəndə. Onları öldürdülər, Həbib-i Nəccarı da öldürdülər. Öldürdülər. Allah görün haqqında nə deyir? Ey kaş ya leytəni qovmi ya'ləmun. Ey kaş mənim qovmum biləydi. Bima qəfərəli Rabbi və cəaləni minəl mükremin. Allah məni bağışladı və məni kəramət əhlindən qərar verdi və mənim yerimi cənnətdə qərar verdi. Bu imamları, peyğəmbərləri, şəriəti, Qur'anı, orucu müdafiə eləyəndə Allah insanı kəramətli qərar verir. Və zilluhal arş, qiyamət günü kölgə olacaq bu oruç tutmaqlığının üçün. Və nuruhal bəhcə və zuvvaruhal mələikə, mələikələr onun zəvvarı olar. Və rifaqauhar rusul, onun dostları isə peyğəmbərlər olarlar. Bu hədisdir, amma Quranda da bizim ayəmiz var. Nisa surəsindədir ayə-i mübarək 69-70-ci ayələr. Daha ayəni demirəm, üstündən keçirəm vaxta görə. Bəli, oruç təqva həddinə yetişəndə insan nə olur? Haramdan uzaq olur. Həzrəti Əmir əl-Müminin gözəl bir hədisdə buyurur. Siyamu cəvarih ən asami qeyri min siyamil bətni anit taam. Bədən üzvlərin orucu, qarnın orucundan fəzilətli olmalıdır. Yəni gözün orucu olmalıdır, fikrin orucu olmalıdır, təfəkkürün orucu olmalıdır, nəfsin orucu olmalıdır, ruhun orucu olmalıdır. Nə ki ona görə hədislərdə gəlib, nə çox insanlar olar ki, onlara bir dənə aclıq qalar. Nə çox insanlar olar ki, onlara bir dənə namazda əyilib durmaqlıq qalar. Yoxdurmu mənim əzizlərim? Var. Biz dua eləyək ki, bu əzəmətli ayda biz onlardan olmayaq. Özümü deyirəm, səhvimiz də olsa belə, səhvim də olsa, amma insan səmimanə etiraf eləyəndə Allah-u Xaliq ləm yəzəl neyniyər? Onu bağışlayacaq. Şöyle Həzrəti Əli də həmən sözü izah edir, dayı üstündən keçirəm. Bu birinci dərəcə, xülasə. İkinci nədir oruç tutanın mükafatı? Allah ona hikmət əta eləyəcək. Yəni həkim olacaq. Özünü müalicə eləyəcək. Həkim ki özünü müalicə eləyə bilir, öz vəzifəsini bilir, nəyin ona ziyan, nə ona xeyri, deyir insana. Bunu misal çəkirəm, Allahın verdiyi hikmətlə həkimdə fərq var. Allah deyir, səni hikmətli eləyəcəyəm. Quran deyir ki, bir insana hikmət məqamı verilsə, ona çoxlu xeyir əta eləyib.
Oruç tutan insanı deyir, həkim eləyəcəyəm. Nə deməkdir bu hikmət? Rivayətdə gör nə gəlib, hədisdə nə gəlib? Əs-sumu yurəsul hikmə. Orucluq insanı hikmətə aparar. Təqvadan sonra həkim olacaq. Hikmət sahibi olacaq. Sözü yerli yerində deyəcək. Addımını yerli yerində atacaq. Hikmət məqamı yetişsə, turəsul mərifə. Mərifət sahibi olacaq. Mərifət sahibi nə deməkdir? Yəni Allahdan gələn bütün hökmlərə təslim olacaq. Mərifət, hər insan mərifət sahibi ola bilməz. Hər insan imamı tanıya bilməz. Hər insan peyğəmbəri tanıya bilməz. Hər insan Allahı tanımaq dildə deyil. Allahı tanımaq dildə deyil. Bu zikri deyim də. Dünən də işarə elədim. Bunu deyim, elə yerinə düşdüyü sözü çəkidir. İmam Muhammed Baqir əleyhissalama sual elədilər. Dedilər, Yəbnə Rasulillah, Quranda ən çətin ayə hansı ayədir? Ən çətin ayə hansı ayədir? İmam qaldı. Səhabələr yanında tələbələr. Dedi, onlar biz deyək, dedi, hə deyin. Biri qayıtdı, dedi ki, namaz ayəsi. Çətindir, sübh namazına durursan, qusul verirsən, dəst namazı və ilahi və s. Çətindir də, İlk baxışdan çətin gəlir. İmam dedi, bu asaddır. Biri dedi ki, oruc ayəsi. İmam dedi, asaddır, oruc durmalıq, sarafat işləyir. Səhər durursan, falan, bəsbəkan, dözürsən. İmam dedi, bu asaddır. Biri dedi, xums ayəsi. Pul verirsən, çətin deyə pul vermə, hər adam pul verə bilməz. İmam dedi ki, hasaddır bu. Nə dedi İmam dedi, hasaddır. Və dedi, Yəbnə Rasulullah, çətin ayə hansıdır? İmam dedi, asaddır. Və dedilər ki, çətin ayə hansıdır? İndi biz çətini ki, yüngül bilirik. O yüngülləri ki, asan bilirik. İmam onun əksini dedi. Dedi, Allahı yad eləməklik çətindir. Nə gözəl sadə sözdür, amma dərin mənalı sözdür. Deyəsən, hacı, bunda nə var ki? Nə var? Mənim başa düşdüyüm üçün nə var? Allahı yad eləmək. Allahı yad eləmək, subhanallah, əlhəmdülillah, yox ha. Bunlar yerində, mükafat yerində. Allahı yad eləmək budur. Qarşıya haram çıxdı, dayandın. Budur çətin. Budur çətin. Pul çıxdı, qabağına dayandın. Budur çətin. Aydın oldu. Budur. Allahı yad eləmək bu deməkdir. Quran da nə deyir? Uzkurullaha zikrən kəsira. Allahı səbahən və məzən. Gecə gündüz yad eləyin. Elə girin məscidə subhanallah deyim, sonra gedim öz işimi görüm. Yox. O yerindədir. Bu səbəblərdən biridir. Əsas hədəf budur ki, haramda dayana. O da Allahı yad eləmək, xatırlamaq. Bu cürdə insan dayansa, böyük mərifət sahibi olar. Yaxşı, mərifət sahibi olan nə olacaq? Mənim əzizlərim, turəsul yəqin, yəqin həddinə yetişəcək. Allah Quran-ı Kərimdə buna işarə eləyir. Lətərəvunnəl cəhim, yəqin həddinə yetişsəniz, cənnətlə cəhənnəmi görərsiniz. Allah Quran-ı Kərimdə ayə mübarəkdir. Səhv eləmirəmsə, Təkasür surəsində. Səhv eləmirəmsə, sonuncu ayələrdə. Lətərəvunnəl cəhim, sümmə lətusəlunnə yevmə izin anin nəyim. Allah nemətlərdən sizdən soruşacaq. İnsan yəqin həddinə. Bir dənə misal deyim, keçin. İbrahim Peyğəmbər Allahla danışanda bir gün Allaha nə dedi? İlahi, mənə göstər yenəm. Orada məsələlər var, Quranda ayədir. Mənə göstər yenəm. Allah İbrahimə nə deyir? Əfələm tu'min, mənə imanım yoxdur. Gör nə deyir? Bəli, imanım var, amma liyətməinnə qəlb. İstəyirəm qəlbim arxayın olsun. Amma Həzrəti Ali əleyhissalama sual olunanda, Ali əleyhissalam nə deyir? Deyir, lav kuşivəli qita. Sözə bax. Kişinin sözünə bax. Deyir, mənimlə Allah arasında pərdələr götürülsə, indi biz pərdə başa düşürük də. Pərdələr götürülsə mənimlə Allah arasında mazdadda yəqin, mənim yəqinimdə dəyişiklik olmaz. Necə Allaha iman gətirmişəmsə odur. İbrahim dedi, göstər mənə. Nə cür eləyirsən filan bəsməkan, orada əhvalatlar var.
Allah ona dedi ki, mənə imanın yoxdur. Dedi, var. Liyətməinnə qəlbi. İstəyirəm mən qəlbim arxayın olub. Sonra Allah İbrahimə məqam verdi, onu apardı səmaya, mələkut aləmini gördü və s. Bəli, bizim imamımız bu cür olur. Biz onun sevənlərdənik. Onu sevən gərək onun kimi olsun. Yəni, onun kimi olmasa da onu ətri ilə ətirlənmək olar da əzizim. Və in ayğana la yubalı. Söz buradadır. Əgər yəqin həddinə inşallah yetişsə, la yubalı əsbəhə bil usrin am yusur. O nedir? Haqdan batılı ayıran bir qüvvə verərəm. Allah deyir, ona belə bir qüvvə verərəm ki, bilər ki, bu haqdır, bu batildir. Əli əleyhissalama sual elədilər günlərin birində. Deyirlər ki, biz necə bilək ki, Əli haqdır, ya qarşı tərəfdə olan haqdır? Mən haqqı necə bilim? Vermirlər bizə. Kimdən gedək? Gör nə dedi? Əli əleyhissalam gör nə dedi? Əvvəli təriful haqq, sümmə əhlə. Əvvəl haqqı tanı, sonra haqq əhlini tanıyarsın. Biz əhlini tanıyıb haqqı tanıma oyna. Sən əvvəl haqqın nə olduğunu bil, haqqın nə olduğunu bil, ondan sonra haqq əhlini bilərsən. Bilərsən ki, Əli əleyhissalam haqqın yanındadır. Haqq sahiblərinin yanındadır. Sən baxırsan maviyə, görsən maviyə haqdır ya batildir. Aydın oldu necə? Maviyə nə haqq bilinməz? Haqq bilinməz bunlarla. Yazidlə haqq bilinər. Şərabxor fasiq zinazadə ilə. Ona görə Allah deyir ki, hikməti verərəm. Hikməti versəm ona mərifət verərəm. Mərifəti olan şəxsdə yəqin verərəm. Yəqin həddinə çatdıraram. Yəqin həddinə ki çatdı, la yubalə əsbəhə bilə usrin əm yusur. Haqqı batildən ayırmaq üçün ona bir ruh verərəm. Baxar, tanıyar. Haqq kimdir, batil kimdir mənim əzizlərim? Sonra Allah deyir, təqva turəsun nuraniyyə fil qəlb. Təqva qəlbdə nuraniyyət yaradır. Nuraniyyət yaradır. Nuraniyyət ki yarandı qəlbdə, Quran dilinin Ənfal surəsinin 29-cu ayəsində Allah deyir, İn təttəqullah yəcəlləkum furqana. Təqvalı olsanız, sizə mən furqan verərəm. Furqan nə deməkdir? Quranın adlarından biri Furqandır da. Ne üçün deyilir buna? Haqqı bat. Yəni Quranla gedən, bugün Vahabi də Quranla gedir. Mehdiçi də Quranla danışır. Nə bilim Zeydi də Quranla danışır. Kafiri də Quranla danışır. Mümini də Quranla danışır. Aydın oldu. İndi sən hansını tanıyacaqsan? Deyirsən o da Quran ayəsini deyir, sən də Quran ayəsini deyirsən. Mən kimlə gedim? O kimlə getmək üçün müvəffəqiyyət bu aydadır. Düşünməkdədir. Ona görə Quran deyir, İn təttəqullah, əgər təqvalı olsanız, yəcəlləkum furqana, sizə mən furqanı verərəm, yəni Quran kimi olacaqsınız. Necə Quran haqqı batildən ayıran bir kitabdır, səni də Quran həddinə yeti. Peyğəmbər demirmi, Əli mə'al Quran, var Quran-ı mə'ali, Əli Quranlandır, Quran da Əli iləndir. Bəli, orucluq insanı neyniyir? Bu həddə gətirib çatdırır. Hələ bir ikisinə işarə elədim, bu qədər çəkdim. Mənim gücüm çatan budur ya. Böyüklər daha da böyük izah edirlər. Hərə öz müstəfasında danışmalıdır. Quran da deyir, İn təsumu xeyrun ləkum in kuntum ta'lamun. Əgər oruç tutsanız, bu sizin üçün daha xeyirlidir, daha gözəldir. Oruc da insanı təqva həddinə çatdırır. Allah'ın verə göz izzəti cəlalinə, Allah bizim tuttuğumuz bu oruclarımızı bir riya ixlaslı hamımızdan qəbul eləsin. Allah'ın verə bu bərəkətli aya xatir, bu əzəmətli aya xatir. Mənli qeyruk, ilahi bizim səndən başqa kimimiz var? Sən bizi rədd eləsən, kim bizi qəbul edər? Biz başqa qapı, hansı qapıya gedək ki, o qapıda dualar qəbuldur? O qapı sənin qapındır ki, Peyğəmbər və ali Peyğəmbəri o qapıda xidmətçi qərar vermişsən və buyurulmuşsan ki, Peyğəmbər deyir, Ənə mədinətülə elm və aliyyum babuha, mən elmin şəhri Əli onun qapısıdır,
Pərvərdigar bizi həm elmi şəhrini və qapısını tanıyır, salma günə. İlahi, Əli və ovladı Əli vilayətində hamımızı sabit qədəm eylə günə. İlahi, bizləri Həzrəti Əli əleyhissalam, bu ayın şəhidi Əli əleyhissalamdır. Gözəl ayda, gözəl şəxsiyyət, Rəcəb ayında dünyaya gəlib, Ramazan ayında şəhadətə qovuşur. Allah ayında, Allah evində, ən üstün halda, namaz halında, ən üstün gecədə, Qədr gecəsində, ən üstün şəraitdə, yəni səcdə halında, namazın ən gözəl halı səcdə halıdır. Ən gözəl hal səcdə halı. Bütün gözəllikləri Allah həm əməldə göstərib cəmaata, həm mənəviyyatda göstərib. Xoş insanların halına ki, bunları başa düşürlər. İlahi bərvər, bizim Mevlamızı başa düşənlərdən qərar ver günə. İlahi bizləri Həzrəti Əlisiz bu dünyadan aparma günə. Əli əleyhissalamın düşmənlərini zəlil-i xar eylə günə. Əli əleyhissalamı sevənləri müvəffəq-i mənsur eylə günə. Bu ayın şəhidi Əli əleyhissalamdır. İlahi Əli əleyhissalamın Mevla-i Muttəqiyanın ehtiramına xatir Pərverdigara bütün şəhidlərimizi rəhmət eylə günə. Həzrəti Peyğəmbər əleyhissalamın xanımı deyir ki, günlərin bir gündə gördüm ki, Peyğəmbər dua eləyir, rəhmətən lil aləmin dua eləyir. Duasında buydu ki, ilahi bi haqqı əmirəl müminin, Əli əleyhissalamın ehtiramına dualarımızı qəbul eylə günə. Çünki Peyğəmbər də Peyğəmbər olub Əli əleyhissalamın vilayətini qəbul edib. Allah Qur'andır, əgər qəbul eləməsən, çatdırmasan, fəmə bəlləxtə risalətə. Maidə surəsində də ayə-i mübarək, sənin risalətin naqisdir. Sən də gərək bu kişinin vilayətini tanıyasan, imamətini tanıyasan. Nə gözəl məqamdır bir arada. Ya Rabbi, bu məqamı bizə əta edib ki, biz Həzrəti Əli əleyhissalamın və 12 imamın davamçısı qərar verir. Hər insan bunda, hər insana şamil olmaz əzizim. Bu bir neymətdir. Bu neymətə görə Allaha xüsusi təşəkkür eləyək. Allah bu təşəkkürü hamımızdan qəbul eləsin. Xanım deyir ki, Peyğəmbərdən soruşdum, ne üçün belə deyirsən? Deyir, mən baxdım yerə, gördüm bundan gözəli yoxdur. Baxdım səmaya, gördüm bundan gözəli yoxdur. Allaha and verdim bu gözəl şəxsiyyətin ehtiramına ki, dualarımızı qəbul eləsin. Pərverdigara, Peyğəmbərin duasına biz də dua edirik. Həzrəti Əli əleyhissalamı bizlərdən ayrı salma günah. Günahkar da olsa biz Mevlamızı çox istəyirik. Əhl-i beyti çox istəyirik. Namazımızı Allah eləməsin, orucumuzu qəbul eləməsin də bir sözümüz var ki, biz Əhl-i beyti sevirik. İnşallah Əhl-i beytə sevgisi olanın və bunda sabit qədəm olanın namazları da, orucları da, ibadəti də qüsurlu olsa da belə Allah inşallah Peyğəmbər və Ali Peyğəmbərə xatir ona keçər. Amma insan da bundan yaxşı mənada istifadə etməlidir, düzəltməlidir. Pərverdigara bizi islah olunmuşlardan inşallah qərar verginən. Bu ayda təqva həddinə yetişir Pərverdigara, oruclarımızı, bu əməllərimiz səbəb olsun biz təqva həddinə yetişək. Bu məqamı bizə nəsib eylə ginən.